Salam dostlar, xoş gördük hamını. Deməli, keçən videolarımızda biz çakralar haqqında bir qədər söhbət etdik. Dedik ki, çakralar enerji, insan bədənində olan enerji giriş-çıxış nöqtələrinə deyilir. Daha doğrusu, insanın deməli, bədənində qan damarları, qan kapilyaları olduğu kimi, bu bədənin üzərində də bir enerji kanallarının mövcud olduğu düşünülür. Yəni Hind fəlsəfəsində və digər fəlsəfələrdə bu haqda bilgilər var. Və belə düşünülür ki, deməli, bu enerji kanalının üzərində enerji giriş-çıxış nöqtələri var. Bu nöqtələr də, enerji giriş-çıxış nöqtələri də çakralar adlanır və bu çakralarda enerjinin giriş-çıxış nöqtələrində enerjinin bir burulğan kimi dönüb dolandığı, fırlandığı təsəvvür olunur. Və elə onun adı da, çakra sözünün mənası da, tərcüməsi də bu mənaya gəlir. Hind fəlsəfəsinə görə insanın onurğa sütunu boyunca, sanki onun üzərində yerləşdiyi düşünülən mərkəzi enerji kanalının üzərində 7 çakranın mövcud olduğu, 7 əsas çakranın mövcud olduğu düşünülür. Bunlar deməli, ta kök çakradan, büzüm nöqtəsindən başlayaraq ən aşağı çakra və ta təpə nöqtəsinə qədər, ta çakrasına qədər olan sıralarla düzülmüşdür. Sonuncu çakra təpədə yerləşən çakradır. Buna ta çakrası deyilir. Bu yüksək mənliyimizi, buna yüksək mənlik çakrası da deyilir. Bu yüksək mənliyimiz, uca mənliyimiz, bu ruhumuzun bütünləşmiş halıdır. Yəni, hər bir insanın içində deməli, ruhu bütöv olaraq mövcuddur. Sadəcə olaraq onu görmək, onu hiss etmək, onu duymaq, onun deməli, göstərişlərini, onun nə istədiyini bilmək üçün insanın deməli, daha çox onun təsiri ilə yaşamaq üçün onun varlığını bilməlidir, ona təmas etməlidir. Bu çakra yüksək mənliyimiz, yəni tat çakramız bizim istəklərimizi, arzularımızı, diləklərimizi, yəni dualarımızı ilahi olana, yaradana götürən çakramızdır. Yəni insan əgər bir şey istəyirsə, bunu onun yüksək mənliyinə gəlib çatmalıdır və yüksək mənliyi də onun bu istəyini yaradana götürməlidir ki, bundan sonra da insan ilahi olandan öz istəklərinin qarşılığını ala bilsin. Deməli, əgər biz dedik ki, bizim istəklərimizdə duyğularımız və düşüncələrimiz çox böyük rol oynayır. Yəni, hansı duyğudayıqsa, hansı enerjiyi yayırıqsa, ona uyğun da sifariş veririk. Bir duyğuda olanda o duyğuya da uyğun düşüncələrimiz yaranır və bu düşüncələrin üzərində çox düşündükdən sonra artıq biz onu qarşımıza bir məqsəd kimi qoyuruq, onu istəyirik. Lakin bax, bu duyğu və düşüncələrdən sonra da bunların yüksək mənliyə çatdırılması lazımdır ki, bunu ilahi olana ötürərək oradan biz deməli bunun qarşısında, istəklərimizin qarşısında ilahi olandan gələn mesajları alaq, yəni istəklərimizi ala bilək. İnsan bu dünya həyatında həm maddə və mənanın birləşməsindən ibarətdir. Yəni, insanın maddi olan müəyyən sıxılığı olan və sıxılığı daha yüksək olduğu üçün, frekansı daha aşağı olduğu üçün gözlə görülən və dəqiq bilinən bir ölçüləri, forması olan bir bədənə sahibdir və bir də məna aləmindən gələn və onun deməli, mənəvi aləmlə əlaqələndirən bir ruh mövcuddur. Yəni, insanın bədəni onun ruhuna bu dünyada mövcud olmaq üçün, bu dünyadakı olan o təlimini, o yolçuluğunu başa çatdırmaq üçün lazımdırsa, eyni zamanda bədənin də hərəkətə gəlməsi üçün və gündəlik bizə sıradan kimi görünən bütün fəaliyyətlərini yerinə yetirməsi üçün bu dünyada
mövcud olması üçün ruhun təsirinə ehtiyacı var. Yəni maddə ilə ruhumuz birdir. Maddə və mənəviyyat birdir və bədənlə ruhumuz birdir. Bunlar bir-birindən ayrılmazdılar. Yəni bədənimiz ruhumuza lazımdırsa da, bədənimizin də yaşaması, fəaliyyət göstərməsi üçün ruhumuzun təsirinə ehtiyacı var. Və o ruhun bədən üzərindəki bu təsirləri də müəyyən şöbələrə bölünür və bütün deməli dinlərdə və fəlsəfələrdə bunlar müxtəlif adlarla adlandırılsalar da əslində də bunlar eyni bir mənayı daşıyır. Yəni Hind fəlsəfəsində də bunu çakra adlandırırlar. Yəni insanın ruhunu şöbələrə bölərək hər bir çakrasına deməli bədən üzərində yerləşir bir enerji axını var və hər birisi bir işdən cavabdehdir və hər birisində müəyyən bir enerjiyə ehtiyacı vardır. Və burada deməli insanın o üçüncü çakrası ki, duyğularımızdan əlaqəli olan çakradır, yəni duyğularımızın mərkəzidir. Bu çakranın deməli əhəmiyyəti budur ki, insan həm özündən ətraf aləmə duyğularını verir, həm ətrafdan duyğular ala bilir. Yəni insanın ətrafında bir aurası mövcud olur, bu duyğunun yaratdığı bir sahə mövcud olur. Hansı duyğudadırsa və insan hansı duyğunu ötürürsə, o duyğunun bir növ artıq çoxalmasını istəyir. Yəni insan ətrafa əgər yaxşı duyğular ötürürsə, ona daha çox yaxşı duyğu gələcəkdir və insan ətrafa pis duyğu ötürürsə, ətrafına da bir ziyan verirsə, onun özünə də o duyğular artıq çoxalaraq gələcəkdir. Buna görə də insanın hansı duyğuda olmasının onun istədiyi şeylə çox böyük əlaqəsi var. Bununla bərabər bu duyğulardan da bir düşüncələr yaranır və insan düşünür, bir şey istəyir, onda bir fikir yaranır, qarşısına bir məqsəd qoyur və insanın məqsədi aydın olduqda, nə istədiyini bildikdə diqqəti ona doğru yönəlir və bütün deməli gücünü, enerjisini həmin sahəyə yönəldir. Və bunun üzərində də ardıcıl işlədikdə, yəni ardıcıl bu məqsədinə doğru hərəkət etdikdə, fəaliyyət göstərdikdə, burada ona bir əmək verdikdə, təbii ki, bunun da qarşılığını alır. Yəni, bunun qarşılığını almaması mümkün deyil. Üçüncü bir əsas məsələ isə insanın bu yüksək mənliyidir. Yəni, insan duyğularını qaydaya saldı, düşüncələrini də qaydaya saldı, bir şey istədi və onun üçün məqsədli çalışmağa başladı. Bu, yəni, özü əslində bir mesajdır. Bir şey istədiyi haqqında bir mesajdır. Lakin burada artıq bizim bu istəklərimizi ilahi olana götürən yüksək mənliyimizdə bir rabitəmiz olmalıdır. Əgər rabitəmiz yoxdursa, bax, bu zaman aldığımız deməli nəticələr bizi təmin edib eləmədiyi buradan yaranır. Yüksək mənliyimizlə, yəni o həmişə bizim içimizdədir, əlaqə qurmağın vasitəsi isə əsasən bu şuurlu zehnimizi susturmaqdır. Şuurlu zehnimizi sustura bildikdə, yəni onu dövrədən çıxartdıqda, biz artıq yüksək mənliyimizə bağlanmış oluruq, onun səsini eşidirik və o bizim üçün çalışmağa başlayır. Zehni susturmağın bir neçə yolu var. Bunlara meditasiyalar deyilir. Bunlardan biri deməli, nəfəs alma meditasiyasıdır. Yəni, şuurlu surətdə nəfəs alma. Buna yoga nəfəsi də deyilir. İnsan şuurlu surətdə nəfəs alıb verdikdə, o anda insanın şuuru, deməli, zehni dayanır. Şuurlu zehni dayanır. İnsan düşüncə yarana bilmir. Orada bir düşüncəsizlik halı yaranır. Düşüncəsizlik halı yaranan insan birbaşa öz yüksək mənliyinə, şuuruna, yüksək şuuruna, ruhunun o bütünləşmiş halına bağlanır və bundan sonra insan dua edərək bir şey istədikdə asanlıqla bu ilahi olana çatdırılır və o istəklərini əldə edə bilir. İkinci bir meditasiya isə üçüncü gözə baxmaqdır. Üçüncü göz iki qaşın arasında yerləşir və insan bir qədər, yəni 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə nə qədər bacarırsa üçüncü gözə baxdıqda bu zamanda düşüncəsizlik halı yaranır. İlk anlarında bəzi düşüncələr gəlib keçə bilər, lakin bunlar müvəqqəti olur.
bir qədər keçdikdən sonra isə insan heç bir şey düşünmür. Yəni düşünmədikdə o şuurlu düşüncəyi devrədən çıxartdıqda yenə də insanın öz yüksək mənliyi ilə təmasa keçdiyi düşünülür və bu zaman insan Yaradandan, kainatdan, ilahi sistemindən bir şey istədikdə, istədiklərinin yüksək mənlik istədiklərini, yəni Yaradana, ilahi sistemə çatdırır. İnsanın yüksək şuuruna, mənliyinə deməli çatmasının bir yolu da təşəkkürdür, Yaradana təşəkkür eləməkdir, şükür eləməkdir. Əlində olan nemətlərə görə şükür eləməkdir. Yəni insan şükrünü şuurlu sürətdə eləməlidir. Hal-hazırda əlində olan Yaradanın ona verdiyi nemətlərə görə şükür eləməyi bacarmalıdır. Burada maddi, mənəvi bütün nemətlər nəzərdə tutulur və insan şükür elədikcə onun bu şükrü böyüyür. Yəni var olana şükür elədikcə Yaradan tərəfindən ona yeni necə deyirlər, hədiyyələr gəlir. Bir insan şükür edirsə, bu deməkdir ki, ona verilən hədiyyələrin, ona verilən töhfələrin qədrini bilir, qiymətini bilir və yenisini almağa hazır olduğunu göstərir. Bəzən insanlar nəyə görə şükür eləmək lazım olduğunu bilmirlər, yaxud da ki, bunu eləmirlər, yəni bunun əhəmiyyətini başa düşmürlər. Şükrün nə qədər böyük bir şey olduğunu və insan nəyə şükür etməlidir, necə şükür etməlidir, bunu anlamaq üçün mən belə bir filmin adını çəkə bilərəm. Deməli, təxminən 50-ci illərdə çəkilmiş bir Amerika filmidir. Filmi mən türk dilinə dublyajını izlədiyimə görə adını da türk dilində söyləyəcəm. Filmin adı Şahanə Həyatdır. Azərbaycan dilində dublyajını bilən yaxud da tapan olarsa şərhlərdə yazmağını xahiş edirəm. Beləliklə dostlar, hər bir deməli insanın öz istəyinə çatması yolunda çalışması, orada fəaliyyət göstərməsi lazımdır. Duyğularını insanın fərq eləməsi, fərqində olması, onları yönətməyi, onları idarə eləməyi bacarması lazımdır. O əgər duyğusu onu yaxşı yerə aparmırsa, o duyğunu nədən onda olduğunu, o duyğunu necə dəyişməyi öyrənməlidir, bacarmalıdır. Hansı duyğuda olursa, onun verdiyi titreşmə uyğunda düşüncələr gəlir həyatımıza. Bu düşüncələrin də bizim olub olmadığını yenə də müşahidə eləməliyik və xoşumuza gəlməyən düşüncələri, bu düşüncə mənim deyib onu geri göndərməliyik. Ancaq bizim xoşumuza gələn, işimizə yarayan düşüncələri saxlamalıyıq. Onun üzərində yoğunlaşmalıyıq, onun üzərində bir fikir yaratmalıyıq və bundan sonra da zaman-zaman deməli, şuurlu zehnimizi susturaraq mənliyimizin üzə çıxmasına nail olmalıyıq və istəklərimizi deməli, yüksək şuura ötürə bilməyimiz, yəni yüksək mənliyimizi ötürə bilməyimizi təmin etmək üçün bəzən zehnimizi susturmağı bacarmalıyıq və beləliklə də dualarımızın Yaradana, ilahi sistemə daha tez, daha asan çatmasını təmin eləmiş oluruq və oradan da mütləq cavab alacağımıza əmin olmalıyıq ki, bu belədir. Hər birimiz Yaradanın nəzərində çox qiymətliyiq, hər birimiz öz yolçuluğumuzdayıq və hər kəsə öz yolçuluğunda mən uğurlar arzulayıram və bu dediklərimi də nəzərə almağınızı sizdən xahiş edirəm. Bugünkü söhbətim bu qədər. Mən dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Yeni videolarda görüşmək ümidi ilə sizdən kanalıma abunə olmanızı xahiş edirəm və buna görə də sizə əvvəlcədən öz təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın.